Salam dostlar. Mən o günləri bal macunu düzəltdim, sizə də göstərdim. Dedim ki, 15 gün saxlamaq lazımdır. Artıq 15 gün üstündən keçib. Belə bir paketə bükmüşdüm onu, kloka. Yəni demişdim, qaranlıq yerdə qalmalıdır. İndi bunu açırıq. Baxın, bu cür hazırlamışam. İndi qapağını açıram. Baxın, ay gözəl dostlar. Deməli, bu belə olur. Bunu elə bil ki, 15 gün saxlayırsan, 15 gündən sonra hər gün bundan bir böyük qaşıq yeyirsən. Deməli, 1001 dərdin dərmanı. Saymaqla, yəni qutarmayacaq. İçində nə idi? Qoz ləpəsi idi, qara kişmişdi. Ondan sonra balqabaq tumudur. Yəni tumdan çıxan içi. Bir də sarı qayısıdır. Bir qaşıq da zeytun, bir qaşıq da darçın tozu, bir qaşıq zəncəfil tozu. Yəni bu cür bundan bir qaşıq hər gün götürüb yeyirsiniz. Mən indi yeyirəm. Yəni 1001 dərdin dərmanıdır.